Azərbaycanın zəngin tarixi irsinin müasir həyatla vəhdəti, mədəni, sosial və insani siması. Qədim irsinə sadiq qalaraq gələcəyə doğru addımlayan insanların əbədiləşdirildiyi fotolar ölkə haqqında təəssüratın formalaşdığı ilk məkanda sərgilənir. 23 yanvar, 27 mart tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində dünya şöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin Yüksələn İşıq adlı fotosərgisi nümayiş olunur. Sərginin açılışında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rızayev qeyd etdi ki, bu layihə vasitəsilə biz ölkəmizi təkcə məkan kimi deyil, öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq. Boeing şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə icraçı direktoru Ayşəm Sarğın isə bildirdi ki, Yüksələn İşıq sərgisinə dəstək verməklə Boeing səyyahçıların Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insani hekayələri ilə tanış ola bilməsinə imkan yaradır. Sərgi geniş beynəlxalq auditoriya üçün hazırlanıb. Gün ərzində 10 minlərlə sərnişini qəbul edən hava limanında təşkil edilməsi isə xüsusi rəmzi məna daşıyır. Burada müəllifin 44 foto əsəri nümayiş etdirilir. Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş abidələrə həsr olunub. Və bu sərgi ki vardı, Yüksələn İşıq, elə bu Azərbaycandır mənə. Azərbaycandır ki, yüksələn işıqdır dünyada və o qaranlıq vaxtlərdən bu vaxta getməyi mən çox şadam ki, aeroportdan milyonlarla adam gəlir gedir. Ona görə aeroportu bir sərgi yerinə kimi, bir müzeyə çevirmək üçün illər nədir ki, mənim arzumdur. Qeyd edək ki, layihə Askon Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Boeing şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdim olunur.